Salam şagirdlər, bu videoda Güvən 8-ci sinif kitabından kvadrat köklər və həqiqətlər mövzusunun B variantının bütün testlərin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. B variantının birinci sualdan baxaq. Bizə verib kök altda 4 üstəgəl 2 kökdə 3 üstəgəl 4 çıxaq 2 kökdə 3. Bizdən mötərizənin kvadratını soruşur. Biz bilirik ki, A plus B'nin cəminin kvadratı necə idi? Birincinin kvadratı üstəgəl birinci ilə ikincinin hansının ikimizdir? Üstəgəl ikincinin kvadratı. Yazaq. Birincinin kvadratı nə eləyər? Kvadratla kök gedər, qalar 4 üstəgəl 2 kökdə 3. Üstəgələk birinci ilə ikincinin hansının ikimizli, yəni 2 vuraq, kök altda 4 üstəgəl 2 kökdə 3. Vuraq, kök altda 4 çıxaq 2 kökdə 3. Bir də üstə gələk ikincinin kvadratı. Kvadratla kök gedəcək, yenə qalacaq 4 çıxaq 2 kökdə 3. Sadələşdirsək, uşaqlar bununla bu nədir? Əks işarəli bir hədlər. Toplasaq cəm edəcək 0. 4 ilə 4 toplayalım. 8 üstəgəl 2 vuraq. Bununla bunun hasili nə eləyir uşaqlar? Yazıraq ümumi kökdə 4 üstəgəl 2 kökdə 3. Vuraq 4 çıxaq 2 kökdə 3. Ümumi kökdə bərabərdir. 8 üstə gələk dəymirəm. 2 vura saxlayıram. Bunu buna vuranda uşaqlar biri A plus B'dir, biri A minus B'dir. Hasil nə idi? Birincinin kvadratı çıxaq ikincinin kvadratı. Birincinin kvadratı nə eləyir? 16 çıxaq ikincinin kvadratı. Bilir 12. Yəni 2 kökdəsinin kvadratı 12. Bərabərdir. 8 üstə gəl 2 vur, burada qalır 4 düzdür. Kökdə 4-dən 2 çıxır, yəni 2 vur 2. Alınır 8 üstəgəl 4 bərabərdir 12. Cavabımız olar A variantı. İkinci suala baxaq. Bizə x-i verib 3 üstəgəl kök altda 11. Bunu biraz nazildim. 12 yaşıdır. Aha. Olarsa bizə verib x kvadratı çıxaq 6x üstəgəl 11 ifadəsinin qiymətini hesablayın. Bunu soruşur bizdən. Sonra bunu biz aşağıdan yazın. X kvadrat çıxaq 6x üstəgəl 11'i biz neyin kvadratı şəklində yaza bilərik? Bunu x kvadratı çıxaq 6x üstəgəl 9 üstəgəl 2 yazsaq 11'i sadəcə parçaladım. 9 və 2'yə. Bu ifadə, baxın bu ifadə bizə nəyi verir? X çıxaq 3'ün mötərizəsinin kvadratı. Düzdür? Bir də üstəgəl nə var orada? 2 var. Bərabər. İndi x-imiz nədir bu? Yazıram yerinə 3 üstəgəl kökdə 11 çıxaq 3'ün mötərizəsinin kvadratı üstəgəl 2. X-in yerinə sadəcə verilmiş dəyişənin qiymətini yazdım. Alıram burada 0. Kök altda 11 qalır. Kök altda 11'in kvadratı 11 üstəgəl 2 bərabərdir 13. Cavabımız olar yine A variantı. Üçüncü sualda isə kökdə 2 onda 5 üstəgəl kökdə 3 onda 6 üstəgəl kökdə 8 tamında 1 nə deyir? İfadəni sadələşdirin. Niyə uşaqlar? Gəlin belə eləyək. Yazıram kök altda 10 vuraq. Kök altda 2 onda 5 üstə gələk kök altda 3 onda 6 üstə gələk kök altda 8 tamında 1. Bir də bölürəm kök altda 10. Uşaqlar biz dedik ki, baxın A burada B'dir. Kəsrə, daha doğrusu kəsirin həm sürətini, həm məxrəcini eyni ədədə vura və bölə bilərik. Düzdürmü? Eyni ədədə vurdum, böldüm. İxtisarləndə A1 qalır da, düzdürmü? Mən də kök altda 10'a vurdum hər birin və böldüm. İndi nə edirəm? Ardın gətirəm, bərabərdir. Uşaqlar, aşağı məxrəcdəki kök altda 10'a dəymirəm. Sürətdəki kök altda 10'u vururam mötərizənin daxilinə. Yəni paylama qanunundan istifadə edirəm. Kök altda 10'u kök altda 25'ə nə eləyir? Kök altda 2,5'ə. Eləyək kök altda 25. Üstə gələk kök altda 36. Üstə gələk kök altda 81. Buna dəymirəm və davam edirəm. Kök altda 25 5 deməkdir. Kök altda 36 6 deməkdir. Kök altda 81'ə 9 deməkdir. Bölək kökdə 10. Buna dəymədi. Bərabərdir.
6, 5, 9'un cəmi 20. Bölək kökətdə 10. Neynirik? Aha. Gəlin məxrəci rəsmdən azadlayaq. Kökətdə 10 vur kökətdə 10. Bir də 20 vur kökətdə 10. Düzdür? Vurdum qoşmasına. Bərabər. Kökətdə 10 kökətdə 10'a vuranda eləyir 10. Bu da 20 kökdə 10. 20 ilə 10 ixtisar gedir. Qalır 2 kökdə 10. Cavabımız olar D variantı. Dördüncü sualda isə uşaqlar bizə verib A bərabərdir kökdə 7 üstə gəl 1. B bərabərdir kökdə 6 üstə gələk kökdə 2. Bir də və C bərabərdir kökdə 5 üstə gəl kökdə 3. Bunu da kökdə 1 yazalım. Kökdə 1 kökdə daha doğrusu kökdə 1 ilə 1 deməkdir. Aha, belə bir ifadə verir və digər ədədləri müqayisə edin. Aha, baxaq. Uşaqlar, gəlin bunu necə yazaq? Tutaq ki, bilirik ki, bu ifadə 5'dir. Məsəl üçün deyirəm, bu ifadə 6'dır, bu ifadə 7'dir. Biz 5, 6, 7'ni müqayisə edə bilirik də, düzdürmü belə? Və yaxud bunu kvadrata yüksəldib də müqayisə eləsək, bu 25 eləyər. Bu 36 eləyər, bu da 49 eləyər. Yenə eyni bərabərlik qorunur, bərabərsizlik qorunur. Doğrudurmu? Onda şöyle gəlin belə eləyək. Biz A-nı, B-ni, C-ni ilk baxışdan natural ədəd kimi, yəni 5, 6, 7 kimi müqayisə edə bilmirik. Mən A kvadratını tapmaq istəyirəm. B kvadratını və C kvadratını tapmaq istəyirəm. Çünki həmin ədədlər özlərini müqayisə eləməyi bacarmıramsa, kvadratlarını tapsam, kökləri nisbətən azatsam, kök altı ifadələri, mən orada nə edəcəm? Müqayisə etməyi bacaracağam. Onlar nə edirəm? Kvadratdan tapın. A kvadratı bizə nəyi verəcək uşaqlar? A kvadratı bizə verəcək. Birincinin kvadratı 7, üstə gəl. Birinci ilə ikincinin hasının kimisi 2 kökdə 7, üstə gəl ikincinin kvadratı eləyəcək 1. Yəni, aldıq nə? 8 üstə gəl 2 kökdə 7. Bu oldu A. Gəlin B-ni tapaq uşaqlar. B nə eləyəcək? 6 üstə gəl. Hasının 2 misli 2 kökdə 12, üstə gəl 2. Bu da bizə verir. Yine 8 üstə gəl 2 kökdə 12. Və C kvadratını tapmış olsam, o mənə verəcək 5 üstə gəl 2 kökdə 15 üstə gəl ikincinin kvadratı, yəni 3 bərabər. Yine 8 üstə gəl 2 kökdə 15. Uşaqlar, tam ədədlərimiz 8, 8, 8. Demək 8'in üstünə bunu və bunu gələcək. İndi baxıram. Eyni ədədin üzərinə, yəni 8'in üzərinə gəlirəm deyə hansı böyük olsa, deməli, yəni 8'in üzərinə gəldiyim irrasional ədəd var. Ha, bu 3 dənə ədəd. Bunun hansı böyüksə, onda elə çıxır ki, həmin ədəd daha böyükdür. 2 kökdə 7 böyükdür uşaqlar. 2 kökdə 12 yoxsa 2 kökdə 15? Təbii ki, birinci 2 kökdə 15, ikinci 2 kökdə 12, üçüncü də 2 kökdə 7. Ən kiçik demək. Deməli oldu nə? A kvadratı, B kvadratı və C kvadratı. Deməli A kvadratı ən kiçik oldu, tapdıq. Sonra B kvadratı, sonra C kvadratı. Onda A özü də B-dən kiçik, C-dən kiçikdir. Cavabımız oldu bu. Yəni belə bir cavab görək varmı? Bəli, A variantında yer alır. Daha sonra uşaqlar 5'ə baxaq. Kökdə 5 üstə gəl 2 bölək kökdə 5 çıxal 2 üstə gəl kökdə 5 çıx 2 böl kökdə 5 üstə gəl 2 bərabər. İfadəni sadələşdirin. Şöyle orta məxrəcimiz nədir? Bununla bunun hasili. Yəni kök hətta 5 çıx kök 2 vura kökdə 5 üstə gəl 2. Bu oldu bizim ortaq məxrəcimiz. Bunu buna böləndə nə alırıq? Plusun. Vuranda alırıq plusunun kvadratını. Yəni kök hətta 5 üstə gəl 2'nin mötərizəsinin kvadratı. Üstə gələk. Bunu buna böləndə alırıq minusun. Yəni kök hətta 5 çıxal 2'nin alınır mötərizəsinin kvadratı. Bərabərdir. Davam edirik. Bunun hasili nə deyir? Şöyle birincinin kvadratı çıxar ikincinin kvadratı. Birincinin kvadratı deyir 5 çıxar ikincinin kvadratı 4. 5'dən 4 çıxanda deyir 1. Bu oldu məxrəcimiz. Sürətimizə baxırıq. Birincinin mötərizəsinin kvadratı bizə verir 5 üstə gələk 4 kökdə 5 üstə gəl 4. Yəni 9 üstə gəl 4 kökdə 5 alırıq. Bir də üstə gələk. İkincidə alırıq. Birincinin kvadratı 5, ikincinin kvadratı 4. 9
çıxaq 4 kökdə 5. Belə alırıq. Bununla bu əks işarəli bir hədlərdir. Cəmi eləyir 0. 9-dan 9-un cəmi eləyir 18. Məxrəcdə 1 olduğu üçün cavabımız olur 18 böl 1. O da deyir 18. Cavab B variantı. 6-cı suala baxaq uşaqlar. Aşağıdakılardan hansı ən kiçikdir? Baxaq. Deməli, hər biri -3-ün üstü -4, -4-ün üstü -5, -5-in üstü -6, -6'nın üstü -7. Uşaqlar baxın. Bu 7 daha plus değil. Aha. Biz bilirik ki, üstü mənfi ifadə. A üstü -1, 1 bölü A demək. Yəni, həmin ifadənin tərsi demək. Yəni, biz alırıq, hər birində alırıq mənfi, hər ikidə. Alırıq nə? 3'də 1 üstü 4. 4'də 1 üstü 5. Daha sonra 5'də 1 üstü 6. Bu da eləyəcək 6'da 1 üstü 7. İndi uşaqlar baxırıq. Bunun üstü tək dərəcədəndir. Bu olacaq. Bunun cavabı mənfi olacaq. Bunun cavabı mənfi olacaq. Amma bunun cavabı müsbət 3'də 1 üstü 4 olacaq. Bunun ise cavabı müsbət yenə 5'də 1 üstü 6 olacaq. İndi uşaqlar baxaq. Bu da neçə olacaq? Bir də saniyə. 6, bu da 4'də 1 üstü 5 olacaq. Bu da 6'da 1 üstü 7 olacaq. Yəni sonuçta bununla bunun ikisi, bununla bunun ikisini müqayisə edəcəyik, sonra yazacağıq. Bizə ən kiçikdir soruşur uşaqlar, üzülürsən. Ən kiçik deməli biz mənfilərə baxarıq, müsbətlərə yox. Bunlar heç, baxırıq mənfilərə. Ən kiçik bunlardan hansıdır? İndi uşaqlar mənfi 4'də 1'in üstü 5 böyüdür, yoxsa mənfi 6'da 1 üstü 7? Uşaqlar, əgər müsbət olsaydılar, təsvir edin ki, bu 4'də 1 üstü 5'dir, bu da 6'da 1 üstü 7'dir. Bu daha kiçik olacaq. Amma mənfi olduqları üçün bu daha kiçikdir. Sonra 7'yə baxaq. 7'yə baxaq. Deməli, A-nı bizə verib. Kökdə 7, çıxaq kökdə 6. B-ni bizə verib. Kökdə 6, çıx kökdə 5. C-ni də bizə verib. Kökdə 7, çıx kökdə 5. Bölək 2. Uşaqlar, gəlin bunun hər birinin belə öz qoşmasına vuraq. Belə bil ki, necə demirdik, məxrəci irrasionaldan azad edək. Gəlin bunu kəsr şəklinə gətirək. Mən A-nı tapmaq üçün kök adda 7 çıxaq kök adda 6-nı vura bilərəm. Kök adda 7 üstə gəl kök adda 6-ya, eyni zamanda bölə bilərəm. Kök adda 7 üstə gəl kök adda 6-ya. Düzdür? Axı bununla bunu mən ixtisar etsəm elə həmin ədəd qalır, düzdür? Deməli, biz yenə dedik, kəsrin məxrəcində, sürətində yenə də vura da bilərik, bölə də bilərik. Bunu hesablasaq, uşaqlar, burada nə alırıq? Bununla bunun hasili deyir, birincinin kvadradı çıxaq, ikincinin kvadradı. Birincinin kvadradı 7 çıxaq, ikincinin kvadradı 6. Yəni 1 bölək kökdə 7 üstə gəl kökdə 6 edir. Düzdürmü? B-ni tapmaq istəsəm həmin formada yazaram kökdə 6 çıxaq kökdə 5. Bura. Kökdə 6 üstə gəl kökdə 5. Bölək. Kökdə 6 üstə gəl kökdə 5. Bu da sürətdə hasili tapsam. Birincinin kvadradı çıxaq, ikincinin kvadradı. Yəni 6 çıxaq 5 edir. 1 bölək yenə. Kökdə 6 üstə gəl kökdə 5. Və növbəti C variantını tapsam, mən yazıram kökdə 7 üstə gəl, üzr istəyirəm, çıxaq. Kökdə 5, vururam. Kökdə 7 üstə gəl kökdə 5'ə. 2 var, düzdür? Böyle 2 var. Vururam təzədən kökdə 7 üstə gəl kökdə 5'ə, düzdür? Məxrəci də yəni bərabərdir. Sürətdə bizə deyir, birinci kvadrad çıxaq, ikinci kvadrad. Yəni 7 çıxaq 5 edir. 2 bölək 2 vuraq. Kökdə 7
Üstə gəl kökdə 5. İndi uşaqlar diqqətlə baxın. Yine bu ikiləri ixtisarlasam qalacaq 1 bölək kökdə 7 üstə gəl kökdə 5. İndi diqqətlə bax. Uşaqlar hər biri 1 bölək, 1 bölək və 1 bölək. Biz bilirik ki, biri hər hansı bir ədədə bölsək, məxrəcdəki ədəd A böyüdükcə kəsrin qiyməti daha çox kiçilir. Deməli biz bizim məxrəcdəki ədədimiz daha böyük olduqca kəsrin qiyməti daha kiçik olur, düzdür? İndi kök adda 7 üstə 6 böyük olar. Kök adda 6 üstə 5 yoxsa kök adda 7 üstə kök adda 5 ədəd olaraq. Təbii ki, kök adda 7 üstə kök adda 6 ən böyük olar. Ən böyüksə onda ən kiçik olacaq A. Onda ən kiçik olacaq A. Daha sonra bu nə bizə verəcək? Bu yoxsa bu? Hansı böyük olar? Kəsrin qiymətinə baxmayaq. Birinci məxrəcinə baxaq. İndi kök adda 6-nın kök adda 5-in cəmi böyük olar, yoxsa kök adda 7-nin kök adda 5-in? Təbii ki, kök adda 7-nin kök adda 5-in cəmi daha böyük olar. Böyük olarsa, deməli bu bundan daha böyükdür. Onda olacaq C, sonra B. Ən böyüyümüz oldu B, C, A. Görək belə bir variant B, C, A. Cavabımız olar uşaqlar B variant. 8-ci suala baxaq. Bizə verib 9 vura 10 üstü 2 və K vura 10 üstü 8. Ədədlərinin hasilinin tərtibi 11 olarsa, yəni 9 vur 10 üstü 2 ilə K vur 10 üstü 8-in hasilinin deyir tərtibi neçə eləyir bu? 9K vura 10 üstü 10 eləyir hələ ki də, düzdürmü? Tərtibi 11 olarsa, yəni bu tərtib indi burada 10'dur. Deyir 11 olarsa K'nın ən böyük tam qiymətini tapın. K'nın ən böyük tam qiyməti 10 olar da. K'ya 10 desəm, bu nə olar? 9 vuraq 10, vuraq 10 üstü 10. Düzdür? Bu 10 üstü 1 deməkdir, düzdür? 9 vuraq 10 üstü 11 alaram da, düzdür? Tərtibim 11 olar. K'nın qiyməti 10 olar. Düzdür? K'nın qiyməti olacaq ən böyük tam qiymətini tapın. K'nın ən böyük tam qiymətini tapın. 10 yazsam tərtib 11 olar. Aha, yox uşaqlar, baxın. Burada mən də baxdım ki, niyə cavab yoxdur, amma birdən ağlıma bir şey gəldi uşaqlar. Baxın. Əgər 12 yox 11 olacaq uşaqlar. Baxın niyə 11 olacaq? Əgər mən K'nı yenə 11 yazsam, bu nə olur? Vuraq 10 üstü 10'a da dəyməyəcək, düzdür? Bu eləyəcək 99 vuraq 10 üstü 10. Düzdürmü? Axı biz 99'u standart şəkildə yazanda 9,9 vuraq 10 üstü 11 yazmalıyıq. Doğrudurmu? Yəni standart şəklə gətirəndə. Bu bizi ona görə Allahdır. Mən də başa düşmədim ki, bu necə yəni 10 yoxdur cavabda. Bəli, bildim. Baxın tərtibimiz oldu 11. K'nın qiyməti oldu 11. Cavabımız olar C variantı 11. Amma 12 niyə yazamırıq? Çünki 12 ilə əsassaq alacaq 108. Vuraq. Düzdür? 12 vur 9 108 10 üstü 10. Bu 108'i 10 vuraq yazamırıq. Gərək yazaq 1 tam %8 vuraq 10 üstü 12 alacağıq. Ona görə olmaz. Bizim tərtibimiz 12 11 deyil axı ona görə. Cavabımız oldu C variantı. Baxaq 9-cu suala. Bizə verib kökdə x bərabərdir, x çıxal 3 olarsa bizdən x kvadrat çıxal 7x üstə gəl 14 ifadəsinin qiymətini hesablamamızı soruşur. Uşaqlar, birinci gəlin bu ifadəni kvadrata yüksəldək hər iki tərəfin. Kvadrata yüksəldəsində nə alırıq? Gəlin yüksəldək. Alırıq x bərabərdir, x kvadrat çıxal 6x üstə gəl 9.
Bu x-i keçirsək digər tərəfə alıram x kvadrat çıxaq 7x üstə gələk 9 bərabər 0 almış olalım. Doğrudurmu? Biz x kvadratı buradan x kvadrat çıxaq 7x bərabərdir 0 çıxaq 9 alır mənfi 9. Doğrudurmu? İndi x kvadratı çıxaq 7x'in yerinə gətirib burada mənfi 9 desəm nə alaram? Mənfi 9 üstəgəl 14 alıram 5. Cavabımız olar B variantı. 10-cu sualda isə uşaqlar bizə verib kök altında 8 üstəgəl 2 kökdə 15 üstəgəl kök altında 8 çıxaq 2 kökdə 15. Uşaqlar bir dənə diqqətli olun, burada zəhmət olmasa bu ifadə bizə kök altında kök altında 5 üstəgəl kök altında 3-ün mötərizəsinin kvadratını verir. Bax bu ifadə kök altında 5 kök altında 3-ün mötərizəsinin kvadratı. Üstəgələk dəymərəm. Bu ifadə isə mənə verər kök altında 5 çıxaq kök altında 3-ün mötərizəsinin kvadratını verir. Və bu kvadratla kök atsam, qalacaq kökdə 5 üstəgəl kökdə 3 üstəgəl, bax bu üstəgələ yazdım. Burada isə kvadratla kök atsam, qalacaq kök altında 5 çıxaq kök altında 3. Bunlar silahlanacaq, qalacaq kök altında 5 2 altında 5. Cavabımız olacaq 2 kökdə 5. Ən rahat həll yolu budur. Cavabımız olaraq D variantı. 11-də isə uşaqlar kök altında 15 vura 16 vura 17 üstəgəl 16. Gəlin uşaqlar burada nə edək? 15-i yazıram, 16 çıxaq 1. Bura 16-ya dəymirəm. 17-ni yazıram, 16 üstəgəl 1. Bir də üstəgəl 16-ya dəymirəm. Bərabərdir. Kök altında bu 16-nı birini yazıram. 16 vura. Uşaqlar bununla bunun hasili nə eləyir? 16-nın kvadratı çıxaq 1. Düzdürmü? Bu belə eləyir. Bir də üstəgəl 16. İndi bu 16-nı bunun daxilinə vursam, necə 16-nın kubu çıxaq 16 üstəgəl 16. Bununla bu əks işarəli bir həllərdir. Silahlanır qalır 16-nın kök altında 16-nın kubu. Bu da nə deməkdir? Deməli 16 vura 16'nın kvadratı. Düzdür? 16 vura 16'nın kvadratı. 16'nın kvadratı. 16'nın özündən 4 çıxır. 16'nın kvadratından 16 çıxır. 4 vura 16. Cavabımız olar A variantı. 12'də isə kök altında 36% aşağıdakilərdən hansına bərabərdir? Şöyle birinci bunu ədədə çevirək. Kök altında 36% nə deməkdir? %36 deməkdir. Düzdür? 36'dan çıxır 6, 100'dən çıxır 10. 10'da 6. Vurur 10'da 6. Faizə çevirmək istəsə 100'ə vururuq eləyir. 10 vura 6. 60% edir. Cavabımız olar D variantı. 13'də isə deyir ki, ədədin biri 5 vura 10 üstü 9'dur. Və K vura 10 üstü 8'ə vuranda ədədlərin hansı tərtibi 18 olarsa, bu nə eləyir? 5K vura 10 üstü 17 var hələ ki. K-nın ən kiçik rəqəm qiymətini tapın. Bu 18 olması üçün ya bu K 10 ola bilər. Amma lap belə deyim 10 bir saniyə yox. Bizə ən kiçiyini soruşur da. Deməli K-nın ən kiçik qiyməti 2 olsa 2 5'im eləyəcək. Bax K-nı yenə 2 yazsam 5 vur 2 vur 10 üstü 17 düzdür? Bu deyir 10 vura 10 üstü 17. 10 vur nə deməkdir? 10 vura 10 üstü 17. Bu da 10 üstü 18 deməkdir. Düzdürmü? Demək K-nın ən kiçik qiyməti o da 2. Yəni B variantı. Baxırıq 14'ə. Mənfi kökdə 54 ədədi A və B ardıcıl təməllər arasında yerləşirsə A-nın B-nin cəmi tapın. Deməli uşaqlar mənfi kökdə 54 buradadır. Deyir bu A ilə B-nin arasında yerləşir. Bizə A-nın B-nin cəmini soruşur. A plus B-ni soruşur.
Uşaqlar, mənfi kökdə 54 nə deməkdir? Mənfi kökdə 54 kökdə 49 ilə mənfi kökdə 49. Mənfi kökdə 64 arasında yerləşir. Mənfi kökdə 54 tam ədəd olaraq mənfi 8 və mənfi 7-nin arasında yerləşir. Deməli, bu mənfi 8-dir, bu mənfi 7-dir. İndi bizə A-nın birinci cəmini soruşsa, A plus B nə olacaq? Mənfi 8 ilə mənfi 7-nin cəmi eləyəcək, mənfi 15. Cavabımız olacaq C variantı. 15-ci suala baxaq. 15-də bizə deyir ki, aşağıdakı ədədlərdən hansı sxemdə A-nın yerinə yazıla bilər? Aha, bizə verib ki, biz də sana böyük. Deyir ki, aşağıdakı ədədlərdən hansı sxemdə A-nın yerinə yazıla bilər? Kök adda A irrasionaldır. Bu deməkdir ki, A-dan kök çıxmır. Ola bilər, hər biri ola bilər. Hər biri ola bilər. Deyir ki, A plus 1 irrasionaldır. Deməli, kök adda A plus 1 irrasionaldırsa, onda 3 ola bilməz. Qalanlar ola bilər. 5, 6, 7 ola bilər. Deməli, kökdə A hər biri ola bilər. Yəni 3, 5, 6, 7 hər biri ola bilər. Sonra deyir, kök adda A üstə gəl 3 yenə də irrasionaldır. Yenə irrasionaldırsa, deməli 3 ola bilər yenə. 6 ola bilməz, 7 ola bilməz. 3, 5, 7 ola bilər irrasional olması üçün. Və kökdə A plus 6 irrasionaldır. Uşaqlar, özürlü sayın. Bu irrasional demir. Burada rasionaldır deyir. Rasionaldır deyirsə, bu yalnız 3 ola bilər. Rasionalcı 3-ün üstünə bir gəndirici 4. 4-dən kök çıxacaq. Olacaq rasional. Bu irrasionaldır, bu irrasionaldır. Və kök ad. Bu isə rasionaldır. Rasionaldırsa onda bir dənə 3 ödəyir də, düzdürmü? 3-ün üstünə 6 gələcək, 9 eləyər, kök çıxar, qalar 3. Deməli, hər birində ödəyən nə oldu? 3. Cavabımız olar D variantı. 16-ya baxırıq. Q rasional ədədlər çoxluğu və I irrasional ədədlər çoxluğu olarsa, aşağıdakilərdən hansı doğru göstərilmişdir? Q rasionallardır deyir, I isə irrasionallardır. Çox olarsa, aşağıdakilərdən hansı doğru göstərilmişdir? Cavabımız olar, uşaqlar. Təbii ki, D variantı olar. Çünki Q-lərlə irrasionallar, tamam, Q-lər bütün rasional ədədlər, irrasionallar kök çıxmayan ədədlərdir. Düzdürmü? Ona görə Q ilə I ayrılır. Cavabımız olar D variantı. 17-də isə, yəni rasional ədədlər tam başqa ədədlərdir, irrasional ədədlər tam başqa ədədlərdir. Ona görə onların kəsişməsi yoxdur. Burada isə deyir, x 2 ilə 4 arasında yerləşir və bizə verib kök adda x çıxaq 1-in mötərizəsinin kvadratı çıxaq kök adda x çıxaq 5-in mötərizəsinin kvadratı. Nə deyir? İfadəsini sadələşdir. Uşaqlar, 2 ilə 4 arasındadırsa, onda mən bunu olduğu kimi çıxara bilərəm. Yəni, x çıxaq 1, bu kvadratla kök gedəcək, x çıxaq 1 çıxaq. Burada isə 2 ilə 4 arasında olduğu üçün mən x-in yenə ya 2 ya 4-ə qədər hər hansı bir ədəd qoysam, bu ifadə edəcək mənfi. Ona görə mən bunu 5 çıxaq x kimi çıxardıram. 5 çıxaq x kimi çıxardıram. Kvadratla kök gedir, 5 çıxaq x kimi çıxardım. Qaldı nə? X çıxaq 1, çıxaq 5, üstə gəl x. Alıram nə? 2x çıxaq 6. Cavabımız olar A variantı. 18-ci suala baxaq. Bizə deyir yenə x 5 ilə 1-in arasında yerləşir
və deyir ki, kök adda x çıxaq 2x, x kvadratı çıxaq 2x, üstə gəl 1, üstə gəl kök adda x çıxaq 5-in kvadratı. İfadəsini sadələşdir. Uşaqlar, birinci kök bizə verir x çıxaq 1-in mötərizəsinin kvadratını. İkinci kökdəki təbii özü yazın. X çıxaq 5-in mötərizəsinin kvadratı. İndi baxın uşaqlar, biz 1 ilə 5-in arasında yerləşirsə bizim x-imiz. Burada yazsaq, müsbət aralıqda x-in yenə 1 ilə 5 arasında ədəd qoysaq, alır x çıxar 1. Təkimizin 4 qoysaq, 4 çıxar 1, 3. 3-ün kvadratından 3 çıxar. Onda kvadratla kök gedir, qalır ilə x çıxar 1 kimi çıxardırıq. Üstə gələk. Burada x 5-dən kiçik olduğu üçün burada gətirib yerinə qoysaq burada alarıq mənfi. Kökdən mənfi çıxa bilməz, doğrudur mu? Onda 5 çıxar x kimi çıxaracağıq bunu. Alırıq burada nə? X-lar 7, cavabımız olur 6. Yox, 6 üzr istəyirəm. Mənfi 1 üstə 5, 4. Yəni C variantı. 19-a baxaq. Bizə verib A-nı 2 kökdə 11, B-ni 3 kökdə 5, C-ni isə 4 kökdə 2. Ədədlər deyil, müqayisə edin. Uşaqlar, ən yaxşısı gəlin bunların kvadratlarını tapaq. A kvadratı nə eləyəcək? 4 vur 11 eləyəcək 44. B kvadratı eləyəcək 9 vur 5 45. C kvadratı eləyəcək 16 vur 2 32. İndi bunlardan hansı daha böyükdür? Deməli B kvadratı böyükdür. A kvadratı böyükdür C kvadratı. Düzdür? Onda B özü də A-dan böyük və C-dən böyükdür. Cavabımız olar B ən böyük, sonra A, sonra B. Deməli cavabımız olacaq D variantı. D variantında B ən böyükdür, sonra A, sonra C. Sonra 20-ci sualda isə bizə verib ki, kökdə 3, üstə gəl kökdə 2-nin kvadratı çıxar kökdə 3, üstə gələk kökdə 2-nin üstü mənfi 2. Uşaqlar, bu birinci nə verir bizə? Birincinin kvadratı üstə ikincinin kvadratı bir də H-sının 2 misli. 2 kökdə 6-nı verir. Üstə çıxaq. Bu bizə nə verir? Uşaqlar, çıxağı buradan yazıb davamın ardın buradan davam edirəm. Deməli, birincinin kvadratı eləyəcək 3, üstə gəl 2, üstə gəl 2 kökdə 6, amma harda məxrəcdə? 3 üstə gəl 2, üstə gəl 2 kökdə 6-da 1. Düzdür mü? Üstü mənfi 2 daxı ona görə. Bərabərdir. Bu bizə verdi 5 üstə gəl 2 kökdə 6, çıxaq 1 bölək 5 üstə gəl 2 kökdə 6. Bərabər. Məxrəci irrasionaldan azad eləsək, ya da ki, ortaq məxrəci gətirsək, uşaqlar ən yaxşısı. 5 üstə gəl 2 kökdə 6-da 1-ə böləndə öləcək. 5 üstə gələk 2 kökdə 6-nın kvadratı üstə gələk 1. Bərabər. 5 üstə gəl 2 kökdə 6-da 25 üstə gələk 24 üstə gələk H-sının 2 misli 20 kökdə 6. Bir də üstə gələk 1. Bərabərdir. Bərabər. Bu bizə verir nə? 49, 50, üstə gəl 20 kökdə 6 bölək 5 üstə gəl 2 kökdə 6. Uşaqlar, buradan 10-u çıxarsam mötərizə xaricinə, qalır 5 üstə gəl 2 kökdə 6 bölək 5 üstə gəl 2 kökdə 6. Bunlar ixtisar olunur, qalar cavab 10. Cavabımız olar A variantı. Uşaqlar, kanala abunə olmağı, bəyənməyi və yazmayı unutmayın. Sağ olun.